Esselamu aleykum və rahmetullah. Əziz şagirdlər, xoş gördük sizləri. Bugün deməli biz sizlərlə possessive case, yəni yiyəli hal testindən 10 testi izah edib sizlərlə bölüşəcəm. Deməli mən 1-dən 10-a qədər YouTube kanalımızda videonu çəkib YouTube kanalımıza yerləşdirmişdik. Ona görə indi də 10-dan, yəni 20-yə qədər testin izahlarını sizlərlə bölüşəcəm. Shorts'da paylaşmışdım və 5000-dən yuxarı baxış sayı yığmışdı videomuz. Elhamdülillah. Ona görə də yenidən, yəni bu videonun izahın ikinci hissəsini sizlərlə bölüşmə qərarına gəldim. Gəlin başlayaq. Yenə də deyirəm, YouTube kanalımızdan 1-dən 10-a qədər yiyəli hal testin izahını YouTube kanalımıza daxil olub oradan əldə edə bilərsiniz, oradan izləyə bilərsiniz inşallah. Gəlin 11-ci suala baxaq. Possessive case bizdən doğru yiyəli hal deməli variantını istəyir. Deməli biz bilirik ki, apostrof s-dən sonra very gələrsə bu to be-dir, yəni is. This test is very difficult for me. Yəni deyir ki, bu test mənim üçün çox çətindir. Yəni bu yiyəli hala düşmür. Ona görə biz burada A variantını çıxırıq. Və həmçinin cümlə şəxs əvəzlikləri ilə başlayarsa, he, she, it, zeri, zera, həmçinin bunlar da yiyəli hala düşmür. C variantı da gedir. Deyir, it is very dangerous for you to stay here. Burada qalmaq, to stay here. Here burada deməkdir, stay-də qalmaq. Yəni burada qalmaq sənin üçün çox təhlükəlidir. Ona görə C variantı da gedir. Və həmçinin Y variantında da qot gələrsə apostrofəsindən sonra bu has qotdur. Ona görə bu da yiyəli hala düşmür. E variantı da gedir. Və həmçinin D variantı da apostrofəsindən sonra fiil ing ilə gələrsə going və fiil keçmiş zamanda gələrsə, yəni went, keçmiş zamanda gələrsə fiil, bunlar yiyəli hala düşmür. Ona görə burada D variantı da gedir, qalır B variantı. B variantına tərcümə etsək, deyir ki, have you read today's newspaper? Deyirsən, bugünün qəzetini oxudun mu? Oxudun deyir, sual verir. Deməli, biz bilirik ki, bugün, dünən, sabah bunların yiyəli halı apostrof S ilə düzəlir. Qısa qeydlər verəcəm inşallah. Yanınıza dəftər qoyub, sizə dediyim bu qeydləri dəftərinizə köçüşüb, dəftərinizə yazıb, onları əzbərləyə bilərsiniz. Irregular plurals var idi. Bilmirəm onu deməli YouTube kanalımızda paylaşmışam ya yox. Əgər paylaşmamışamsa, inşallah paylaşaram. Irregular plurals, məsələn, a man, men, kişi, kişilər, a tooth, teeth, diş, dişlər. Bunların yiyəli halı apostrof S ilə düzəlir. Yəni, bunları cəmləmək olmaz. Və həmçinin tooth, yəni diş, bunun cəm forması. Teeth, yəni dişlər. Həmçinin bunun da yiyəli halı apostrof S ilə düzəlir. Və dünən, bugün, baxın burada today, yesterday, dünən. Yəni, bunların yiyəli halı da həmçinin apostrof S ilə düzəlir. Yəni, bunları cəmləmək olmaz. 11-ci testdə B variantı doğru variantdır. 12-ci testdə baxaq. Deməli, bizdən yenə burada genitive case-in yiyəli halı istəyir. Deməli, 4 səhvdir. Yəni, apostrofəsindən sonra fiil ing ilə gəlib. Deyir, Nick is reading a detective story. Nick deyir, detektiv, belə deyək, story, hekayə oxuyur. Yəni, ona görə 4-də gedir. Burada biz C və D variantlarını çıxırıq. Deməli, və həmçinin 2 düzdür. Eğer artiklı gələndə isim cəmlənmir, yiyəli hala, yəni apostrof S ilə düzəlib. 2 düzdür. Ona görə biz burada E variantını çıxırıq, yəni 2 olmadığı üçün 2-ni götürəcəyik. Və həmçinin 1-i də götürəcəyik. 3-də yəni apostrof S-li bir şey yoxdur. Deyir, everything is good in its time. Hər şey öz vaxtında, öz zamanında gözəldir. Yəni burada yiyəli hal verməyib, apostrof S olmadığı üçün 3-də gedir, qalır A variantı. Bir də düzdür. Deyir, the girl's answer. Qızın cavabı, apostrofdan sonra fiil gəlib, daha doğrusu isim gəlib. Deyir, qızın cavabı was unexpected. Gözlənilməz idi. Gözlənilməz idi. Unexpected. Yəni was burada, yəni xəbər verildiyi üçün cümlədə başqa xəbər var. Was idi. O zaman qızın cavabı in, yəni yiyəli hala düşür. Ona görə 1, 2 A variantı düzgün variantdır. Keçirik 13-cü testə. 13-cü testdə isə deyir ki, apostrofəsindən sonra fond of gələrsə bu yiyəli hala düşmür, B variantı gedir. Qot gələrsə bu da yiyəli hala düşmür. Bin gələrsə həmçinin bin.
has been deməkdir. Yəni bu da yeri hala düşmür. Qeyd etmək istədim. Və həmçinin yenə də burada ing gəlib. Helen is going to sell her paintings. Helen deyir, öz rəngləmələrini deyir, satır. Ona görə burada D variantı da səhvdir. Çünki apostrofdan sonra feil gəlib və həmin o feil ing ilə, yəni ing ilə gəlib. Həmçinin A variantına da baxaq. Deməli deyir ki, biz bilirik ki, apostrofdan sonra artikel gələrsə bu da yəliklə düşmür, qalır Y variantı. Mary's speech was the best. Deyir ki, Mary'nin nitqi, yəni danışığı ən yaxşısı idi. Yəni was yenə də cümlədə başqa xəbər var və ona görə bu yəli hala düşür. Doğru variant E variantıdır. 14 ən maraqlı suallardan biridir mənim üçün və işləmək çox rahatdır. Məsələn, bir də oxsons, yəni bunları cəmləmək olmaz. Ox təkdədir, öküz deməkdir və bunun cəm forması oxson və həmçinin bu irregular plurals, yəni qayrasız cəm isimlərə aiddir və mən bayaq qeyd etdim ki, bunların yəli hala apostrof s ilə düzəlir. Ona görə burada cəmlənib bu səhvdir. Biz bir də burada bir olan variantları çıxırıq. A, C, D variantları gedir. B və E arasında qalırıq. Deməli, həmçinin 2 də səhvdir. Sheep, qoyun. A sheep, sheep. A deer, deer. Qoyunlar, marallar, sonra a fish, balıq. Bunların da yəri hala həmçinin apostrof S ilə düzəlir. Bu da səhvdir. Ona görə biz burada 2-ni çıxırıq, qalır E variantı. 15-ci sualda bunu sizlərə buraxıram. Bunu siz deyin. Bu testin, yəni 15-ci sualın testini deməli şərh bölümündə bizlərə bildirməyi unutmayın. Bunu sizə buraxıram. Bunu siz işləyin inşallah. Kommentdə bizlərlə fikirlərinizi bölüşün. Keçək 16-cı testə. Deməli, burada F olduğu üçün isim cəmlənməli idi. Weeks olmalı idi, yəni S apostrof cəmlənməli idi. Çünki F, few, many, quantifiers'da keçmişdik bunu. Deməli, kəmiyyət bildirən sözlərdə qaydasında bunu keçmişdik. Bundan, yəni F-dən sonra yenə isim mütləq cəmlənməlidir. Ona görə biz burada 5-i çıxırıq. C gedir, D gedir. 4 düzdür, 2. Say rəqəm gəldiyi üçün month, yəni 2 month rest, yəni 2 aylıq istirahət deyir. Yəni burada month cəmlənib, say rəqəm gələndə isim cəmlənir. 4 düzdür, 4-ü niyə götürməyək ki? Elə bir dənə burada A variantı, 4-də bir dənə A var, A variantı düzdür. 3 ona görə səhvdir ki, soyadlar həmişə cəmlənir. Yəni S apostrof olmalıdır, çünki the. Belə adam adları cəmlənmir. Onların yəli hal apostrof S ilə düzəlir, bəli. Amma Z görsək, artıq bu soyaddır, yəni cəmlənməlidir. S apostrof olmalıdır. Və həmçinin bir də səhvdir, men, men, irregular plural, yəni bu qayrasız cəm isimlərə aiddir. Bunların yəli hal apostrof S ilə düzəlir. Birlər də gedir, 3-ü də çıxdıq, E-də getə qalır A variantı. 17-ci tapşırığa baxaq. Deməli, yenə Z soyaddır, cəmlənməli idi, cəmlənməyib bir səhvdir. 2 də children's, yəni bu formada cəmlənmir, apostrof S olmalı idi, bu da səhvdir. 3 düzdür, 3 days, say rəqəm gəldiyi üçün isim cəmlənib, niyə də səhv götürək? 3 düzdür. A few-dan sonra isim cəmdə olmalı idi, bu formada yəni cəmlənməməli idi, S apostrof olmalı idi. A few years experience, yəni bir neçə illik deyir təcrübə. Ona görə burada doğru variant, bu da men, doğru cəmlənib, 3-4. Doğru variantımız D variantıdır. 18. A few da yenə isim cəmlənməlidir. S apostrof olmalıdır. Ona görə biz burada birləri çıxırıq. A, D variantları gedir. Men bu formada cəmlənməz. Bir şey də qeyd edim ki, əziz şagirdlər. This, deməli, işarə vəzdiklərini bəlkə də bilirsiniz. This vəzətdən sonra isim təkdə olmalıdır. Amma, this, bu, bunun cəm forması this, bunlar və those, onlar. Bunlardan sonra, yəni bu iki işarə vəznindən sonra isim cəmlənməlidir. Deyəcəksiniz ki, axı burada 4-də cəmlənib də mens. Axı düzgün cəmlənməyib. Bu irregular plurals bu formada cəmlənmir. Bunu apostrof S, bunların yeri hala apostrof S ilə düzəlir. Yəni bu formada cəmləmək olmaz. Düzdür, those, these, bunlardan sonra isim cəmdə gəlir. Həmçinin 5 də səhvdir. Baxın, S apostrof yazıb. Apostrof S olmalıydı. Ona görə burada deməli 4-dən 5-ləri çıxırıq, elə qalır E variantı. E, month, E-dən sonra article gəlib, ona görə apostrof S olur, təkdə olur. Today's-də, bugünlər, dünən, yəni bunlar cəmlənmir, bunların yeri hala apostrof S ilə düzəlir. Today's events. Keçirik növbəti 19-cu testimizə. Aha, deməli 19-cu testimizdə
yenə baxırıq. Bir də ki, cümlənin başlığını oxuyaq. Positive case. Deməli, bizdən yenə yiyəlik halı istəyir, düzgün yiyəlik halı. Deməli, burada gəlin baxaq. Deməli, birinciyə baxıb deyəcəksiniz ki, bayaq mən qeyd etdim. Cümlə şəxs vəzirlikləri ilə başlayarsa, he, she, it, sonra zeri, zara, bunlar yiyəliklə düşmür. Bəli, birinci tərəf səhvdir, bu yiyəliklə düşmür. Amma ikinci tərəfə də baxaq. Burada 5 say rəqəm var və isim cəmlənməli idi, amma cəmlənməyib. Ona görə biz burada bir olan variantları çıxırıq. C gedir, E gedir. Deməli, baxırıq. 4 düzdür. Z-dən sonra isim women cəmdə gəlib və yiyəlik halı apostrof S ilə gəlib. Ona görə 4-ü götürürük. B variantı da gedir burada. Deməli, və həmçinin 3 də səhvdir. Çünki, bəli, burada Z soyadlı cəmlənib, amma burada da cəmlənməli idi. S apostrof olmalı idi. Ona görə 3-lərdə çıxırıq, qalır D variantı. 2 düzdür. Deyir, Smith children, Smith uşaqları, are students, şagirddirlər. Cümlədə xəbər olduğu üçün bu yiyəlik hala düşür. 2 düzdür və həmçinin 4 də düzdür. 4-ü izah etdim, 5 də düzdür. Qəbələz, waterfalls, Qəbələnin şəlalələri, amazing, heyrətamizdir deyir. Doğru variant D variantıdır. Növbəti testimizə, sonuncu testimizə keçirik. Sonuncu testimizə keçməzdən əvvəl əziz şagirdlər, deməli dərslərimiz haqqında əlaqə saxlamaq istəyirsinizsə 050 847 27 72 nömrəsinə müraciət edə bilərsiniz. Dərslərimiz həm fərdi, həm qrup şəklində keçirilir. Yəni sıfırdan da şagirdlər götürülür, abituriyentlər də qəbul edirik. Dərslərimiz haqqında nə ətraflı sualınız olsa, yenə də deyirəm, nömrəmizə müraciət edib dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Və əgər istəyirsinizsə bu testin yenidən izah 3, yəni 3-cü hissəsi gəlsin 20-dən 30-a qədər. Mən yenə də deyirəm, ondan 20-yə qədər izah etdim, yəni 10 testi izah etdim. Bu ikinci hissədə, videonun ikinci hissəsində. Əgər videonun yəni izahın 3-cü hissəsini də istəyirsinizsə, fikirlərinizi bizimlə şərh bölümündə bildirməyi unutmayın inşallah. Deməli 20-ci testimizdə biz baxırıq 4-cüyə. Children's, yəni düzgün cəmlənməyib, həmçinin burada 4-ə çıxırıq. A, D variantları gedir, həmçinin C də gedir. Qalırıq B və E arasında. 1 səhvdir. B variantı gedir. Gəlin 1-ə baxaq. 1-i niyə çıxdım? Çünki Z soyadlı və cəmlənməli idi. Smith. S apostrof olmalı idi. Adam adları yenə edirəm, cəmlənmir. Amma Z görsəz, artıq bu soyaddır, yəni cəmlənməlidir. Ona görə burada B variantı da gedir, qalır E variantı. Belə əziz şagirdlər, inşallah, yəni deyirəm, nə sözünüz olsa, yəni burada bu testdə qaranlıq qalan nə sualınız olsa, inşallah fikirlərinizi bizlərlə şərh bölümündə bildirməyi unutmayın və burada 15-ci testi sizlərə saxladım. Bu testi izah doğru variantını tapıb bizlərə deməyi unutmayın. İnşallah növbəti bu izahın 3-cü hissəsində görüşmək ümidi ilə. Əssəlamu aleykum.